Sökülmüş tikişi bərpa etmək üçün bu şalvarın balağını özüm sökmüşəm. Tikişi bərpa etmək göstərmək istəyirəm ona görə. Əvvəlcə bunu astar üzünə çevirək. Gördüyünüz kimi tikiş sökükdür. Sapdan təmizlənib və maşın tikişi ilə yerinə yetirilib. Burada 4 sm yazılıb, tikişin əvvəlindən və axırından içəri girmək şərti ilə. Mən 2 sm qoyuram, kifayət eləyir. Bu da maşın tikişidir. Kəsikləri birləşdiririk. Tikiş buradadır. 2 sm bəs eləyir. Deməliyəm ki, burada addımlar var. 3 mm-dir təxminən. 3 mm təxminən addımla da tikmək lazımdır. Tikişə çatdıq. Bu tikişdən də bura bax bu qədər. Bu qədər 2 sm bəs eləyir tikmək. Daha sonra ilməkləmə tikişidir. Burada da ilməkləmə tikişi, işte bunu sökülüb tikəcəm indi onu da. İğnəni fırladırıq, sap belə dairəvi qalır. Bir addım kənara çəkilib ilməyin içindən çıxardırıq. Bir addım çəkilirik və ilməyin içindən bu sapı bax belə çıxarırıq. Yenə addımları gözləmək lazımdır. Bu ilməyin figurunu, formasını da eləmək mümkündür. Yəni bir saldığımız bu nöqtədən ikinci dəfə salırıq. Amma sapı sağ tərəfə qoyuruq. Bax belə çəkirik sağ tərəfə. Sonra bir addım çəkilirik geri. İndi də bu sapı onun təpəsinə ilişdiririk. Bir yerdən ikinci dəfə çıxardırıq sağa tərəf. Çəkilirik bir addım. İndi də sola təpələri birləşdiririk. Bu da ilməkləmə tikişidir.
Ancaq orada fərqli olaraq, buradan fərqli olaraq biraz qəşəng görsənir. Sap az qalanda bunu belə bitiririk. İğnəyə buradan başından, təpəsindən dolayaq. Təpəsinə kimi gəldik, çatdıq təpəsinə kimi bura. İndi yenə başlayırıq. Bir yerdən ikincisini saldıq sağa. Beləliklə buradan bilinmir tikiş harda qurtarıb. Sola. Birinci tip və ikinci tip ilməkləmə tikişi.